Nə etmişdi? Burun ucu və donqarın yanılması eləmişdi. Belə bir əməliyyat yoxdur deyirlər. Nə deyirsən? Deyirlər ki, heç kəs inanmır ki, tipoplastikadır. Elə bilər ki, ümumiyyətlə də rinoplastika elətdirmişəm. Seçilir rinoplastikada. Yox, seçilmir. Elə bir şey əvvəlkindən seçilir. Bəli, əvvəlkindən seçilir. Sənin bir bu hadisə də başımıza gəlmişdi. Bir nəfər demişdi ki, mən deyən həkim yanına get, başqa həkim yanına getmə. Hələ bilmirlər ki, kimin yanına gəlmisən. Nə oldu? Bir dənə özün danış görüm. Xalam oğlu ilə sizdə əməliyyat olub. Hətta xalam da sizdə əməliyyat eləmisiniz. Onu deməyi unutmuşdum keçən dəfə. Mənə deyir ki, eşitdim ki, burnumun ucunu əməliyyat elətdirəcəm. Dedi ki, bəs mənim həkimin yanına getsin, başqa heç kəsin yanına getməsin. Mən də belə gözəl əməliyyatları, elə gözəl əməliyyat eləyir. Mən də maraqlı gəldi. Kimdir ki, bu beləçinədir? Çox maraqlıdır. Biri məsləhətli son yanına gedim. Yəni o andaca bir biz atmaya deyirlər. Burada bu da xətimə dəymişdi. Dedi ki, səhifəsini göndər. Eyni həkim. Bu şey dəfələrlə artıq başıma gələn bir hadisədir. Əslində nə gözəl, nə xoş mənə ki, pasientlərimiz daima bir-birini ötürərək bizi bir-birlərinə məsləhət bilirlər. O çox razıdır, xalam da çox razıdır sizdən. Hətta mən demişəm də, sizə mən Zərfər Yevada işləmişəm, gözünün sütununda. Orada da bu əməliyyatlar icra edən vardı. Mən xalamı apardım ora. Samir dirəndi ki, yox, mən həkimimə əməliyyat olacaq. Neyse gəldik. Ancaq sizə